مولا مولا علی مولا مولا علی مولا مولا عشق یعنی شجاعت حیدر هر آیت حکایت حیدر از یعنی رسالت طاعاتی یعنی ولایت حیدر ولایت حیدر مولود مبارک علی لبیک یا علی gözüm oğluna geleceğim Kamime Mehdi bana gelecek Ey gözüm ağlama Mevla gelecek Kamime Mehdi bana gelecek Ağam 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 Beden zahir olan vakti Vereceğin aleme ilan giyan Dilde tekbir Xuda elde hesab İnkılap etmeye berpa gelecek Ağam 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 Çıxmışıq uca yerdən Baxırıq biz yoluna Neçə aşıq güləkir Yol boyu sağdan sola Sənə an vermişəm Əbbasın O düşmüş qoluna Necədən qoyma bu aşıqləri Bir həqqi əli gəl Gəl ay gözləri qara Ay gözəllər gözəl Gəl Gəl Cümləmiz keçdi yenə Oldu quru Ayrılıq qalib olur Biz məğlub Gələcək bir gün o Zəhra balası Dolacaq Məkkə Mədinə arası
içten apar yarem beyam Hüccetibim ile sana eyle selam Düşmüşüm müşküle yok dilde Dil değil hücceti hiç daha gelecek Ağam 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 Nebim Ağam 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 Nebi adına kurban ol Ağam 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 Nebi Ağam 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 Nebi Ağam 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 Sana kurban olum ya Mevlam Sana canım feda Mevlam Nedim Kedem gedemlerle kurban Ağam 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 Yâre-i cane Ya Eba Abdillah Zehra'ya nişane Ya Eba Abdillah Ey yâre-i cane Ya Eba Abdillah Zehra'ya nişane Ya Eba Abdillah 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 Denen Hüseyin Səni hak sahibi məqam eləsin Denen Hüseyin Sənə hər şəhri ehtiram eləsin Hüseyin medalını vursun növə Sədaqət ilə Göyün mələklərin Allah sənə qulam eləsin Adına abad eləyib xanələri Dəst edib sən hami məstanələri Adına abad eləyib xanələri Dəst edib sən hami məstanələri Yığmısan şəmd və pərvanələri Salmısan çöllərə divanələri Yığmısan şəmd və pərvanələri Hüseyin salmısan çöllərə divanələri Ya Eba Abdillah Ya Eba Abdillah Ya Eba Abdillah Ya Eba Abdillah Abdillah
eləsən inşallah. Ta nəfəsim var deyərəm ya Əli, ta nəfəsim var deyərəm ya Əli, can sənə qurban edər. Şərbəl Aydın, siz gəlin, xahiş edirəm, siz gəlin, ağanın adıyladır. Ta nəfəsim var deyərəm ya Əli, ta nəfəsim var deyərəm ya Əli, can sənə qurban edər. Tolcu çəkmə şeytanı atdı, Minaşım ağa burada olsun, gəlsin, gəlsin. Tıx. Ay Miliş, qabaqda durma. Buyur. Bismillah, ya Ali dedi, kəs qoxma. Hardan kəssən, kəssən. Miliş, kəssən. Nefesim var deyərəm ya Əli, ta nefesim var deyərəm ya Əli, can sənə qurban edərəm ya Əli, can sənə qurban edərəm ya Əli, ta nefesim var deyərəm ya Əli, ta nefesim var deyərəm ya Əli, can sənə qurban edərəm ya Əli, can sənə qurban edərəm ya Əli. Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali. Hasan Mehmet Can, həmdəki ayəndə denər, həmdəki ayəndə denər, doğdu vilayət güləşi aləmə, saqi gətir süzməyi can badəmə, qəlbim onun adını da zəmzəmə, ruhuma zində denər, ruhuma zində denər. Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali. Ömrümdə denər, mən ki dedim bir dəfədir, eybi yox, sən onu zikr eylə mələkdən də çox. Qoy da hamilərə bu şuar olsun ox, şam o səhər gündə denər, belə ölsən də denər. Ali, 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 ya Ali, 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 can Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali.
açandan demişəm, ayaq tutandan demişəm, mən dil açandan demişəm, ayaq tutandan demişəm, sözlərim mən demişəm, indi də hər vaxt deyirəm, ana nə qədər də deyəcəm, bir dəfə sizi eşideyim. Bayramınız mübarek. Bayramınız mübarek. Çok sağ olun. Ben Salih balamızın da bu gün ad günüdür. Salih adında balamız. Allah onu saklasın. Böyük kişi olsun inşallah. Atalanalı büyüsün. Allah onu İmam Əliyə bağışlasın. Onun ad günü düşür bu gün. Babamız Mevlamız Əli'nin doğum gününden. Çok geçen, çok güzel. Allah'ınızdan razı olsun. Burada bir kardeşimiz var. Bayağı. Adını da bilmirəm ki nədir. Oxumaq istəyirdi. Kərbalayın ağıdır adımız. Gəlin. Gəlin. Kim oxumaq istəyir qardaş? Sana qurban. Kim istəyir ki bu tüşlədiyim şey bu şorbada bir duzu olsun? Buyura bilər. Buyurun. Bismillahirrahmanirrahim. Euzubillahimineşşeytanirracim. Biz de öz adımızdan Məscid uşaqları adından Kərbəlayı Mikaili təbrik edirik. Allah Teala onların inşallah övladlarına böyük toy nəsib eləsin inşallah. Bütün müminlərin Həzrət Əleyhisselamın mövlüdü münasibəti ilə başda İmam Zaman olmağı ilə təbrik edirik. Muhammed Ali Muhammed salavat.
Soymaqdan ötürü müshaflar yoldan Zikrim elə ta ömrüm var. Ay gecə gündüz əl zikrim elə ta ömrüm var. Cəhd eylənə gerçək, cəhd eylənə gerçək, nə də rüyadan kim şərəf-i azama Kəbə çatıb gəl şərəf-i azama Orada hak açmaz qapı naməhrəmə Qulaq asar Kəbə çatıb gəl şərəf-i azama Orada hak açmaz qapı naməhrəmə Orada sən açdın üzü və aləmə Ey qulubi xor Ey ya Ali Mən Heydərəm Fatimə həmsərdir Mən Heydərəm Fatimə həmsərdir Əzizimdir, gülümdür, dilbərimdir Fatimədən sonra hoş gün görmədim Ay ay Fatimədən sonra Əlican, Əlican Hoş gün görmədim Odur ki göyçədir Əzbərimdir Sən Allah bu bəndə diqqət elə ha Mən Heydərəm, mən Heydərəm Ey mən Heydərəm Mənə töhmət vurmuyor Mən Heydərəm Mənə töhmət vurmuyor Rüşnəyi eşki bizi Məndən qırmıyor Sözə qulaq as Mən Heydərəm Mənə töhmət vurmuyor Rüşnəyi eşki bizi Məndən qırmıyor Ömer Osman beni sındıra bilmez Ay Ömer Osman beni sındıra bilmez Ayşe yalayar siz beni sındırmayın Herkesin alemde bir ağası var Herkesin alemde bir ağası var Gerçi Kerim idi ki Musa'sı var Qovmu Məsihilərin İsa'sı var Kim gedə Məcnun
Herkesin alemde bir ağası var. Kimin Ali, kimin ağası var? Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali ya Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali ya Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali Cismine canı Ali'dir Ali Abu tavanı Ali'dir Ali Gözdeki nuru Ali'dir Ali Ben nuru Ali'dir Ali Hamilton sesiyle Ali Ali Mevla Ali Ali Mevla Ali Ali Mevla Ali Aliler sen diyeceksin, ağlama sarma. İslam'a rahmet. Sadık kalsan, şabih maşan. Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla. Bu sensiz neylirem fazli, bu sensiz fazla Ali Mevla Ali Allah razı olsun. Asma falan. Yolunuz açık olsun. Ay bakayım. Sağ olsunlar, qardaşlarımıza təşəkkür edirəm. Allah saxlasın sizin. İnşallah Əhli Beyt qapısında sabit qədəm olasınız. Biz neymişiz ama oxuyanlarınız var da maşallah. Toylar, Kərbəlayı Bəhlul, toylar oxuyacaqlar. Yavaş-yavaş pişəcəklər. Biz də əvvəl belə idik. Tamam.
Allah Teala bu güzel bayramını mübarek eləsin. Salavat Peyğəmbərə, Ali Peyğəmbərə. Kərbəlayı Bəhlul burada da yadıma bir şey düşdü. Deməli, onu danışım, siz də güləcəksiniz. Gülməyiniz də gəlməsə yalandan gülərsiniz. Deməli, Kərbəladaydı da bir yerdə. Akşam, deməli, günorta yağış oldu. Hərəmdə islandı, su içindəydi. Getdim bir dənə özümə yaşıl şal aldım. Hələ o, şimdi ərəbcə bilmirəm, Kərbəlayı da yanında yoxdur ki, danışdım ondan ki, mənə bir keyfiyyətli mal verginə. Ancaq onu bir təhər başa saldım. Dedim ki, keyfiyyətli olsun da neçəyə də pulu verirəm. Keyfiyyətli bir şey verir, sintetika vermə, yəni geydirmə mal vermə günən. O gün verdi mənə bir dənə şal, yaşıl şal, seyidlər atırlar da yaşıl rəng. Kərbəlayı akşam oteldə yatırdı, yorulmuşdu. Mən getdim hərəmə, daha doğrusu Almaniyadan zəvvarlar gəlmişdi, Türkiyədən. Onlar mənə dəvətlədilər ki, roza oxumaq üçün. Getdim indi hərəmdə, roza oxumuşam, ağlamışıq, sinə vurmuşuq. Məndə də bir xüsusiyyət var, çox tərliyən adamam. Valla bəzən o oxuyub, heç tərləməyənlərə elə baxıram, deyirəm, ilahi, həyəcanla, hərəkətlərlə oxuyuram deyə çox tərliyirəm. Və bir xasiyyətim də var ki, boyumda şal olanda belə başımı belə şalı sütürəm üz gözümə, qurulamaq üçün, saçım da çox idi, tərli idi. O şalı da sütmüşəm üz gözümə, başını quruluram hər dəqiqə, roza oxuyuram. Məclis dağıldı, xulasa indi başımı yenə quruladım, su içindəyəm, girdim İmam Hüseyin ağanı ziyarət eləyəm. Gördüm, cəmaat mənə baxır, hamı mənə baxır. Belə yanımda adamlar keçir, baxır. Utandım, dedim, bəlkə tanıyırlar indi, ola bilsin, bəlkə bizim millətdəndir. Ya məsələn, indi ərəb kanallarında çox oxuyuruq da, Zəhra TV-də filan belədir. Bəlkə görüblər oradan, məddahdır. Belə şey olmalı, kim keçir yanına baxır, arvad da baxır mənə, kişi də baxır mənə, uşaq da baxır mənə. Nəsə belə, İmam Hüseyin ağanın zirehine az qalmışdı, Kərbəlayı Bəhlul. Gördüm, iki dənə qərən maməli də oturub orada. Məni gördü, bunu pıçıldadı belə. Baxdı, dedim, ay Allah, deyəsən, bunlar da tanıdı məni. Sən bunlara da bir şey eləmədin. İmam Hüseyini ziyarət elədim. İndi otelə qayıdıram, görürəm ilahi, yolda cəmaat hamı mənə baxır. Deyirəm, ilahi verəm, bu gecə nə oldu belə? Vallah deyirəm, bir Allah şahiddir, elə deyirəm, yəqin bunlar məni tanıyır. Gəldim, indi otelə girdim, Kərbəlayı yatmışdı, gecənin bir aləmi idi. Gəldim, otelə girdim, lifti bastım, girdim liftə, güzgüyə baxanda qorxdum, dedim, ilahi. Bu nədir ya Rəbbim, belə olmuşam, yam yaşıl. Rəng verirdi, zəhrimat rəng verib, yam yaşıl dedim mən, əvvəl ürəyim əsdi, dedim, ilahi verədim. Bəlkə mənə bu İmam Hüseyin ağa qəzzəb elədim, mən bu alan deyə düşdüm, neynəmişəm mən. Gəldim, otelə girdim, tez əl üzümə su vurdum, gördüm, ilahi getdi. Sevindim, şükür elədim Allaha. Belə, bu da Kərbəlayı Bəhlulun Kərbəla səfərimizdə yadında qalan bir hadisə. Sonra balıq da zakaz vermişdik. Balığın iki dilinin biz yedik, alanı Kərbəlayı. Allah canınıza verməsin, Allah Kərbəlayı Bəhlulu hifz eləsin. Ben onu dünyalar qədər istəyirəm. Allah şahidi ki, onu ki tanıdım orada, onun yanına ayrılmaq istəmirdim. Ancaq suallarımı verirəm ona. Bilmədiklərimi öyrənirəm ondan.
sinəsi də doludur, maşallah, özdə şehirdən də ki, antika başı çıxır. Kərbəlayı bəyalar gördünüz də elə mövzunda o barədə danışdı. Yanında fırlatmaq olmur. Bəli, yəni maşallah. Maşallah, Allah ona kömək olsun. Allah sizin hamınızdan alimlərinizin qədrini bilin, vallah sizə qurban. Bir zamanlar vardı ki, məsəl üçün düzdür, Kərbəlayı bayaq dedi ya, ordu babilər, Nəxçıvanilər, hamı Ayətullah Ül-Üzma olub, Nəcəfdə, qəbirləri də Vadüssalamda var. O qədər Azərbaycan torpağı ilə mən özüm masaldanam, boradgahlıyam, bizim kəndimizdə boradgahı Ayətullah Ül-Üzma olub, böyük alim olub, Lənkəranın özündə Lənkəranilər, o qədər Bakının özündə. İndi sadəcə olaraq bir müddət gəldi, oldu, onların hamısını öldürdülər, zülm elədilər, işgəncə verdilər, Allah deyənin dilini kəsdilər. Amma o rejim də çox getmədi, məhv nabud oldu, şükür olsun Allaha ki, haq yenə öz yerini tapıb, haq yenə Allah, hamı indi Allahı tanıyır. O vaxtı Sovet dövründə Hacı Baba Hüseynov, Karifey sənətkarımız Hacı Baba Hüseynov qəzəl yazdı ki, yoxu var edən o varlıq yeri la məkandır, ey dil. Qocalıb gedir xəlayı gözünün cavandır, ey dil. Orada bir yeri vardı, tapılar mı bir həyasız dana həzrətli xudanı? Əgər olsa lənət olsun, o özün danandı, ey dil. Allahı danan bir həyasız mı tapılar? Da indi Allahı danan yoxdur, indi hamı Allahı tanıdır, Allah təkdir, la ilahe illallah. İndi danırlar ancaq, bizim bir məddaq qardaşımız var, Kərbəlayı Rıza, Allah'ına kömək, həmişə o deyir bunu. Birində ancaq danırlar ancaq İmam Əlini. Elə rəhmətli Hacı Baba qalsaydı Kərbəlayıda onu belə yazmazdı, indi belə yazardı. Tapılar mı bir həyasız dana Həzrəti Əlini? Əgər olsa lənət olsun, o özüm danan deyildi. O vaxtı Məhərrəm gələrdi, Ramazan gələrdi, gedərdilər məsəl üçün deyirəm də Ordubaddan, Naxçıvanın o başına və yaxud məsələn bizim tərəfdə bir dənə alim tapsınlar, axund tapsınlar, din xadimi tapsınlar ki, iki kəlmə İslami söhbət ondan eşitsinlər. İki kəlmə, cəmaat həsəddə, amma indi gör, şükür Allaha, əlinizdə belə-belə nemətlər var, sizə deməyə ehtiyac yoxdur, sizə qurban. Hamımız maşallah alim qədri bilənlərsiniz. Alimin hörmətin içəri girəndə, bayaq Kərbəlayı Bəhlul içəri girərsiniz, bir dənə elə ayağa duraydınız ki, mən onun gəlişini biləydim. Çox təəssüflə deyirəm. Yəni, bilməm sizdə bu adətdir ya yox, amma bu ən böyük əxlaqdan biridir, ən böyük ədəbdən biridir ki, alim gəldi, seyyid gəldi, ruhani gəldi, ağsaqqal gəldi, ona xüsusi hörmət olur. Alim gələndə bütün gələn məclis ayağa durub ona Peyğəmbərdir, alimi əziz tutan, məni əziz tutub, onun üçün ayağa durmaq elə bir Peyğəmbər üçün durmuşsan ayağa. Yəni bir işarə verməlisən ki, Allah hiss eləsin, Bakıda görürsünüz, dəyərli alimlərimiz, Elahad Şahin qardaşımız və s. alimlər, içəri daxil olan kənartı möminlər bir dənə salavat deyirlər, bir şey ki, yəni alim gəlir, cəmaat qoy bilsin, onun gəlişindən xəbəri olsun. Bunları mən sizə yaddaş edirəm, bir qardaşınız kimi inşallah yadınızda saxlayın. Allah sizin hamınıza kömək olsun. Alimlərimizin qədrini bilməsi bir zaman bilmədilər, onları məzlum elədilər. Allah əlimizdən alar, qalar belə. Alim ölsə, aləm ölər. Aləm ölər. Peyğəmbərdir midadül uləma xeyrun min dimağ-ı şühədə. Alimin mürəkkəbi şəhidin qanundan fəzilətlidir. Təsəvvür edirsiniz. Onun əlində bir dənə mürəkkəb var, yazır ha. O şəhidin qanundan fəzilət. Bunu mən qondarmışam. Bunu hansısa bir alim qon. Peyğəmbər buyurub bunu. Peyğəmbərimiz buyurub bunu. Qədimdə, yadda saxlayın, qulaq asın bunu da deyim. Qədimdə deməli, axtarırlar, Məhərrəm ayı gələr, bir dənə molla olaydı, bir dənə alim olaydı, bir də İmam Hüseyndən bir kəlmə bizə danışaydı da, yoxdur axı, yoxdur. Bilən filan kəs var, neçə ildir Nəcəfdə olur. Bu da indi də hamı da o vaxtı, məsələn, gedib oxumurdu ki, indi var, məsələn, gedirlər İrana, bəyəm hamı oxuyur, adam var, orada, nə bilim, alverlə məşğuldur, adam var, başqa işlərlə, yalandan bəzdə də, birin şəxsən mən tanıyırdım, orada oxuyur, bir dəfə söhbət elədim, iki kəlmə edirəm ki, bu heç nə, bunu heç nə adam bədən xəbəri yoxdur bunun. Heç nə, yalandan deyir ki, elə oxuyuram, ancaq heç nə oxumur orada. Elə o cür insanlardan birində bir kətdə var idi,
Qulaq asın. Deməli, Məhərrəm ayı gəldi, cəmaat gəldi bunun evinə ki, qardaşlar neçə ildir sən oradasan da, ki, bizə bir İmam Hüseyndən danış bir iş gəlmə bizə, İmam Hüseyin ağadan Məhərrəm gəlir. Bunu gətirdilər, çıxartdılar minbərə, bu da anam beyi bilmir, heç nə bilmir. Heç oxumayıb, kitab üzü görməyib. Çıxdı minbərə, yəni alimin yoxluğu budur ya. Ona möhtac olublar. Savadsızı, minbərə layiq olmayanı dırmaşdırıblar minbərə. Çıxıb orada nə deyəcək, nə danışacaq? Üzün tutu cəmaata. Cəmaatdan soruşur, ay cəmaat, bilirsiniz mən nə demək istəyirəm? Cəmaata birinci sual verdi. Bilirsiniz, mən nə demək istəyirəm? Cəmaat belə baxdı bir-birinə. Bir dəfə dedi, cəmaatdan səs çıxmadı. İkinci dəfə yenə dedi. Cəmaat dedi, yox. Dedi ki, bilmirsinizsə də mən sizə nə deyim? Düşdü minbərdən çıxıb getdi. Cəmaat dedi, kişi çox bilir, savadlı adamdır, onun qəlbinə dəydi, elədir. Təqsir bizdə, problem bizdədir. Səhər yenə onu yalvar yaxanın gətirdilər, minbərə çıxdı. Yenə o dünən dediyi sözü bugün də dedi. Cəmaat bilirsiniz mən nə demək istəyirəm? Cəmaat baxdı bir-birinə, dedi, dünən yoxdur, dedi, bu durub getdi. Bir deyir, hə, bilirdin. Dedi, halın ki, bilirsiniz mən sizə nə deyim, qayı? Yenə durub getdi. Cəmaat dedi, əzə bir şey düşmüşük bunun əlində, möhtac olmuşuk buna. Bu sual verir və biz nə deyir, bu cavab vermirik, yenə deyir. Cavab verir, küsür gedir. Cəmaat dedi ki, bugün də gətirək. İndi Allah üç dəfədən deyir, məzarcı. Atalar üç dəfədən deyir, bugün də gətirək. Yenə eyni sualı versə, yarımız desin, hə, yarımız desin, yox. Görələ, indi nə deyəcək? Yenə çıxdı minbərə, cəmaat, bilirsiniz mən nə demək istəyirəm? Cəmaatın yarısı dedi, hə, yarısı dedi, yox, bilmirik. Dedi, onda bilənləriz, bilməyənlər geçsin. Bax, yəni, alim olmamazlığı belədir, möhtac olurlar cahillərə. Alimin salametliğine bir salama. Bir geçən şeir oxuyacağım sizə, mənim də çox xoşladım, elə bu mövzudadır və bir-birimizin qədrini bilək, dəyərli insanların qədrini bilək. Sağlığında onlara biz dəyər verək. Allah Teala bizi həmişə birbirimize mehriban eləsin. Allah Teala aramızda nifak salmaq istəyənləri, bizi bölmək istəyənləri bizim içimizdən uzaqlaşdırsın. Onların arzularını ürəyində qoysun ki, bizi bölməsinlər. Bəzən bir dənə məsciddə görsən ki, cəmaatı elə bölüblər ki, biri üzüm beləyə tutub namazı qılır, mihrab oradadır ya, qiblədir. Biri üzüm beləyə, biri üzüm beləyə, bu çox bilir, biri belə cəmaat namazı qılınır, qoşulmur, pərəmpərə, adam bunu görür, narahat olur. Amma 3 dənə adam oxşamayan vəhabini görürsən, gəlir bir yerə, o dəqiqə bilim verir imam cəmaat. Yalan deyirəm Kərbəlayı, o dəqiqə bilim ötürür, keç qabağa. Keç qabağa, keç saqqal, keç qabağa, keçirdin o qabağa, o dəqiqə iqtida edir ona, öz birliyin göstərir, vəhdətin göstərir. Amma biz isə görürsünüz ki, bölünmüşük və daha doğrusu bizi bölmək istəyirlər. O bölmək istəyəni bizim öz içimizdədir, öz içimizdə. Çalışır, onları öz içimizdən uzaqlaşdıraq, onların sözünə əhəmiyyət verməyək. Bir olaq, vəhdətimiz olsun, əziz qardaşlarım. Bir arzum var, ay insanlar, qoyun deyim. Bir arzum var, ay insanlar, qoyun deyim. Sağlığında qiymət verin insanlara. Yaxşılara sağ olanda yaxşı deyin. Sağlığında yaman deyin yamanlara. Yalnız sağ olanda hər kəs əsl qiymətini bilər onda. Bu sözlərin düz olmasa töhmət edin. Sizdən rica eyləyirəm milyon kərə alimlərə sağlığında hörmət edin. Sağlığında heykəl qoyun ölməzlərə. Gələcəyə çox da ümid bağlamayın. Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan. Zəhləm gedir sonralardan, vaxtsız dinən zurnalardan, boş boğazdan, avaradan, toydan sonra nağaradan. Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın. Sağlığında ifşa edin xəbisləri. Satqınlara sağlığında satqın deyin. Tülkü deyin tülkülərə, aslan deyin aslanlara. Sağlığında qiymət verin insanlara. Hər kəs bilsin öz yerini. Necə sağdır? Bu pislərin həyatını qısaltmaqdır. Yaxşıların həyatını uzatmaqdır. Bu nədəndir? Bu nədəndir ölən kimi insanlara qəlbimizdə sevgi, hörmət aşıb daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, yamanlar da yaxşılaşır. Çirkinlər də təmiz olur ölən kimi. Yadlar belə əziz olur ölən kimi. Xatirələr söyləyirik, nekrologlar qollayırıq. Hamısını ucdan tutma yaxşı deyib o dünyayı yollayırıq. Bu gedişmiş xeyir dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölən mi diriləcək? Xoşum gəlmir. Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir bu sərdava sevgilərdən, hörmətlərdən xoşum gəlmir. İstəmirəm vaxt vədəsiz şöhrəti mən, bir an ömrü milyon qızıl ölüm gələ dəyişmərəm. Diri üçün iynə boyda hörməti mən, ölü üçün min heykələ dəyişmərəm. Diri üçün iynə boyda hörməti mən, ölü üçün min heykələ dəyişmərəm. Düz deməsəm, onda məni bağışlayın. Üst tutaram uşaqlara, qocalara, cavanlara. Sağlığında qiymət verin insanlara. Yaxşılara, sağ olanda yaxşı deyin, sağlığında yaman deyin yamanlara. Bayramınız mübarək olsun inşallah. Allah şükür. Seyyid Peyman yenə bu gözəl ilahirə feyziyab eləsin bizi. Dünya bir kişinin intizarındadır.